pul yoxdur. Mən necə eləyə bilərəm ki, 3 Azərbaycan reallığı kiminsə varlı qızını almadan, yaltaqlıq eləmədən və ona buna pul atmadan imkanlı ola bilərəm? Bizə satmağı öyrətməyiblər axı. Ağıllı, bilikli və mənə dərs öyrədən heç bir insan mənə pulu necə qazanmaq lazım olduğunu öyrətməyib. Universitet də öyrətmir bunu. Demişdiniz, papa deməsə repetitor dedi yox. Ata deməz mən repetitor ola bilmərəm. Amma mən repetitorun yanına hazırlığa getmişəm. Ata deyirəm ki, necə olur ki, sən olsan biz varlı ola bilərik. Deyir, yox, mənim prinsipimə ziddir. Amma oğlun repetitorun yanına qoy ki, universitetə qəbul olsun. Bizə uşaqdan satmağı öyrətməyiblər. Və səhv eləməyə şansını öyrətməyiblər. Otururdum öz üzərimdə işləməklə ki, mən biliyimi pula necə çevirim ki, ağlamayım sonra ki, bizdə buna qiymət vermirlər. Bizdə həmişə iş var, işçi yoxdur. 100% elədir. Biz şirkət olaraq əməkdaşlar axtarırıq, tapa bilmirik. Ola bilər məvacib az olar, amma işçi yoxdur yəni. Məvacib məsələsinin işlər rolunu tam belə etiraf edirəm, amma bazarın reallığı budur. Ya biz bu bazar reallığından kənara çıxa bilmərik. Birdən 3000 manat verən mən